Salam, hər vaxtınız xeyir olsun. Bugün Camal Kərimov 11-ci bölmədən sınaq 1-in izahına baxırıq. Sual 1. Şəklə əsasən yanlış fikri seçin. Əvvəlcə şəklə baxırıq ki, birinci hissə dəricik hissəsidir. Üçüncü hissədə dəricik hissəsindən olan ağızcıqlar qeyd olunmuşdur. İkinci hissə borulu, lifli, damar dəstidir ki, alt dəricəyə baxan hissədə floema qatı yerləşir, üst dəricəyə baxan hissədə isə ksilema qatı yerləşmiş olur, hansı ki, ksilema borularından ibarətdir. Üst dəricəyə yaxın hissədə çoxlu xloroplastlara malik olan sütunvari toxuma yerləşmiş olur. Dördüncü hissədə isə alt dəricəyə yaxın hissədə nisbətən xloroplastı sütunvari toxumaya nəzarən az olan süngərvari toxuma yerləşmiş olur. İkinci borulu lifli damar dəstidir. Burada qeyd etmişik, doğrudur. Birinci və üçüncü örtük toxumasıdır. Bəli, üst dəricik, alt dəricik bir qatda yerləşməklə örtük toxumasına daxildir. 3, 4 və 5-ci daxil olmaqla 3 toxuma qrupunda fotosintez prosesi baş verir. Üçüncü baxırıq, dəricikdə yerləşən ağızcığın qapayıcı hüceyrələridir. Bəli, fotosintezdə iştirak edir. 4 süngərvaridir, 5 sütunvaridir. Bunlar da fotosintezdə iştirak edir. Ancaq 3 toxuma qrupu deyilməsi doğru deyil. Nəyə görə? Çünki sütunvari və süngərvari toxuma ikisi birlikdə əsas toxumanı qrupunu əmələ gətirmiş olur. Dəricik isə örtük toxuma qrupunu əmələ gətirməklə iki qrupu canlandırır. Əsas toxuma qrupu, örtük toxuma qrupu. Ona görə də burada cavabımız C variantıdır. İkinci hissədə ötürücü və mexaniki toxumaya aid hissələr var. Bəli, borulu, lifli damar dəsti olduğuna görə tərkibində floema borular, ksilema borular və mexaniki liflərə rast gəlinir ki, bu da damara möhkəmlik verərək yarpağın şax vəziyyətdə qalmasını təmin etmiş olur. Dördüncü hissəyə aid hüceyrələrdə dördüncü hissəmiz süngərvari, beşinci hissə isə sütunvaridir. Nisbətən xloroplastların miqdarı az olur. Bunu ən başda elə söyləmişdik. Lerikə babası gilə gedən İlayda ağac bitkisinin gövdəsinə yerdən müəyyən qədər yüksəklikdə bir mismar vurdu. Bəli, biz bilirik ki, təpə meristemi var, hansı ki, bitki təpə nöqtəsi ilə yuxarıya doğru böyümüş olur. Kökünün uzun hissələrindən isə aşağıya doğru böyümüş olur. Amma yan kambi meristemi var ki, bitkinin yanlara doğru böyüməsini təmin etmiş olur. Deməli, X-də artacaq, Z-də artım olacaq, amma Y-də düzdür, eninə böyümə olacaq, amma uzunluğuna böyümə olmadığına görə burada heç bir dəyişiklik müşahidə edilməyəcək. Artdığını müşahidə etdi dedik, ona görə də X və Z cavab B variantı. Üçüncü sualda deyir ki, tədqiqatçı ağacın oduncağında diametri 10 sm olan A, diametri 8 sm olan B, diametri 14 sm olan C halqalarını müəyyən etdi. Bununla bağlı verilmiş fikirlərdən hansı doğrudur? Demək ki, biz belə bir şey çəkək. Ortada özək qatını çəkək. Sonra isə illik halqaları yanında çəkək. Birinci illik halqa, sonra ikinci illik halqa, ondan sonra üçüncü illik halqanı çəkək. Növbəti dəfə üzərindən kambi qatını çəkək ki, kambi qatı illik halqalara əmələ gətirir və baxaq. Deməli, diametr bu şəkildə özəkdən kambiyə doğru diametrini çəkdikcə ən az diametr özək qatının yanındakı 8 sm-lik B. Sonra ikinci yerdə 10 sm-lik A, üçüncü yerdə isə diametri daha böyük olan 14 sm-lik C gələr. Bunu pozuram. Burada yoxdur. Bunu da buradan pozuruq. Deməli, ilk dəfə yaranan B illik halqası olub, ikinci dəfə yaranan A illik halqası olub, üçüncü dəfə yaranan isə C illik halqası olubdur. C kambiyə daha yaxın olduğundan demək ki, ən cavanıdır. B isə ən birinci yarananıdır, çünki özəyin yanındadır. Kambi yaratdıqca geriyə doğru çəkilir, yeni yaratdığı illik halqa öz yanına yaxın yerləşmiş olur. Ən cavan illik halqa C halqasıdır. Hansı fikir doğrudur? A fikri doğrudur, çünki C halqası kambiyə yaxın yerləşir. Bu isə kambi qatıdır və kambi qatına yaxın yerləşdiyinə görə yenicə yaranıbdır.
A halqası B halqasından əvvəl yaranmışdır. Xeyr, birinci B halqası yaranıbdır, özəyin yanında qalıb, sonra A halqası yaranmışdır. C halqası A halqasından əvvəl yaranmışdır. Xeyr, birinci A halqası yaranmışdır, sonra C halqası yaranmışdır. A halqası özəyə daha yaxındır. B halqası əlbəttə ki, daha yaxındır. A halqası B halqasından sonra yaranmışdır. B halqası kambiyə daha yaxındır. Görürük ki, B halqası özək qatına daha yaxındır. C halqası isə kambiyə yaxındır. Cavabımız A variantıdır. Verilmiş şəklə əsasən doğru bəndi seçin. F kök üsküyüdür. Kök üsküyü. K bölünmə zonasıdır. Z böyümə zonasıdır. Kök üsküyü bu arada zona sayılmır. Zona deyil. Sorucu zonadır. X isə ötürücü zonadır. K hissəsində əmələ gələn hüceyrələr eninə yox, uzununa bölünməklə Z hissəsini, yəni böyümə hissəsini hüceyrələrin əmələ gətirir. Bir səhvdir. K zonasında, yəni bölünmə zonasında tam formalaşmış ötürücü borular olur. Tam formalaşmış ötürücü borular sorucu və ötürücü boruda olduğundan 2 də səhvdir. Y zonasında, yəni sorucu zonada olan əmici tellər örtük toxumasına aiddir. Bu fikir doğrudur, çünki əmici tellər örtük zonasının xarici dəricik hüceyrələrindən əmələ gəlir, hansı ki, cavan xarici hüceyrələrindən. X zonası, yəni ki, ötürücü zona hesabına, Y, yəni sorucu zona vasitəsilə sorulmuş su və üzvü maddələr gövdəyə ötürülür. Doğrudan da sorucu zona torpaqdakı su və qeyri üzvü maddələri ötürücü zona vasitəsilə gövdəyə ötürür. Burada yanlış olan fikir üzvü maddə verilməsidir. F hüceyrələri qalın qılaflı olub. Burada qalın qılaflı kök üsküyünün hüceyrələri qalın qılaflı olmur. Nazik qılaflı olur. Kökün ucunu zədələnməkdən qoruyan bir neçə qatda yerləşən nazik divarlı hüceyrələrdən təşkil olunmuşdur. Burada cavabımız ancaq Y variantıdır. İki cinsli, iki qat deməli iki cinsli deyir. İki qat çiçək yanlığa malik saplaqlı çiçəyin. Saplaqlı çiçək deyirsə, deməli bunun saplağı da var. Bunun çiçək yatağı da var. İki cinsli dediyinə görə erkəkciyi də var, dişiciyi də var. İki qat çiçək yanlığı dediyinə görə bunun kasa yarpağı da var və ləçəyi də var. Və bizə deyir ki, çiçəyin əsas hissələri erkəkcik və dişicik hissələridir. Əsas hissələrin sayı erkəkcik və dişicik oldusa, deməli n nəyə bərabərdir? 2-yə bərabərdir. Ümumi hissələrin sayı hansı ifadə ilə müəyyən edilir? Ümumi hissə dedikdə n-imiz 2-yə bərabərdirsə, ümumi hissəmiz baxırıq ki, 1, 2, deməli çiçək saplağı, çiçək yatağı, 3 kasa yarpağı, 4 ləçək, 5 dişicik, 6 erkəkcik. Deməli 2-dən biz 6-nı almaq üçün n-i vurarıq 3-ə. 3-ü 2-yə vurduqda doğrudan da 6 edir. Cavabımız C variantı 3N. Növbəti sualımıza baxaq. Buğda toxumu cücərərkən endospermdə olan ehtiyat qida maddəsi rüşeymə ləpə yarpaqları qalxan şəkilli ləpə yarpağı vasitəsilə ötürülmüş olur. Hansı bitkinin yeraltı şəkil dəyişməsi yeraltı zoğların uç hissəsinin, yəni stolon bu arada zoğ deməkdir, genişlənməsindən əmələ gəlir. Bir kartofda, bir də yer armudu olan topinamburda. Hansı ki onlar gövdə yumrusunu əmələ gətirirlər. Zəncir otu toxumca meyvədir, turp buynuz meyvədir, noxud paxla meyvədir. Hansı mülahizəni verilən bitkilərin meyvə tiplərinin hər birinə aid etmək olar? Meyvə ləti quru olur, fikri doğrudan da üçünə də aiddir. Toxum qabığı qalındır. Burada zəncir otunda, toxumca meyvələrdə toxum qabığı dəricik formasındadır, yəni nazikdir. Turp noxudda ona nəzərən qalın hissələrdən ibarətdir, deməli üçünə də aid deyil. Meyvə yanlığı toxum cücərərkən dağılır, yalnız zəncir otuya və bir toxumlu bitkilərə aiddir. Çox toxumlu meyvədir, turp və noxuda aiddir.
Toxum qabığı nazikdir, zəncirotuya aiddir. Bitkinin hansı toxuması gövdədə yarpaq saplağında, yarpaq damarında yerləşir, ona möhkəmlik, dayaq funksiyasını yerinə yetirir. Bu fikir mexaniki toxumanın tərifidir. Saplaqsız yarpaqlara aiddir. Qərənfil, kətan, aloe, agava bitkiləri aiddir. Hansı bitkinin çarpaz tozlanma ehtimalı yoxdur? Arpa, noxud, vələmir, çəltik kimi bitkilər çiçək açılmamışdan qabaq tozlanma prosesini həyata keçirir. Verilənlərdən hansında gövdə şəkil dəyişməsi vardır? Gövdə şəkil dəyişməsi təbii ki, soğandadır. Çünki soğanda baxırıq, dibcik hissə hansı ki gövdə şəkil dəyişməsidir. Gövdə şəkil dəyişməsinin üzərində ətli pulcuqlar yerləşir. Ətli pulcuqların üzərində quru pulcuqlar yerləşir. Ətli pulcuğun üzərini örtür quru pulcuq. Bəli, quru pulcuq yerləşir və dibcik, yəni gövdə şəkil dəyişməsindən əlavə köklər inkişaf etmiş olur. Dibciyin orta hissəsində təpə tumurcuğu və yarpaqların qoltuğunda isə yarpaq qoltuq tumurcuğu yerləşmiş olur. Deməli, gövdə şəkil dəyişməsi dibcik olan soğana aiddir. Doğru fikri seçin. Baxırıq ki, məsəl üçün, 2 evli, bir cinsli çəksəm, bu 2 evli, bir cinslidir. Bir cinslidir. Amma bir evli, bir cinsli çəksək, erkəkcik, dişicik. Bir evli, bir cins. Ancaq bir evin içərisində erkəkcik, dişicik çəkdikdə bir ev, 2 cins olur. 2 evli bitkilər 2 cinsli ola bilər. Baxırıq ki, 2 evli bitkilər 2 cinsli ola bilməz. Bir evli bitkilər mütləq 2 cinslidir. Xeyr, bir evlilər bir cinsli də 2 cinsli də ola bilər. Bir evli bitkilər mütləq bir cinslidir. Xeyr, hər ikisi də ola bilər. 2 evli bitkilər mütləq bir cinslidir. Burada mütləq danışa bilərik ki, həqiqətən də 2 evlidirsə bir cinsli olacaq. 2 evli bitkilər bir cinsli və ya 2 cinsli ola bilər. 2 evli yox, bir evlilərə aid ola bilər. Yaşıl yarpağın neçə toxuma qrupunda fotosintez prosesi gedər? Bayaq dediyimiz kimi əsas toxuma qrupunda və örtük toxuma qrupunda. Əsas toxumanın sütunvari, süngərvari növlərində, örtük toxumanın isə qapayıcı hüceyrələrində fotosintez gedə bilər. Yəni 2 qrup. A variantı. Yarpaqları topa düzülmüş bitkidə en qədər yarpaq vardır. Bu bitkidə olan boğum aralarının maksimum sayını tapın. Biz bilirik ki, minimum yarpaq sayı boğuma, topalı düzülüşdə 3 dənə yarpaq birləşmiş olur. Əgər biz 3-dən daha artıq birləşmiş olur. Əgər biz maksimum boğum araları sayını tapmaq istəyiriksə, o zaman ən az yarpaq sayına bölüb boğum sayını tapmalıyıq və ondan da 1 çıxıb boğum araları sayını tapırıq. Cavabımız Y. Torpağa meyvə şəklində əkilən bitkilər hansı sırada düzgün verilmişdir? Biz burada bir toxumla axtarmalıyıq. Kələm çox toxumlu, lobya paxlalıdır, çox toxumlu. Almada ən azından 3, 4, 5 toxum olur tərkibində. Və kələm, buynuz meyvə çox toxumlu. Burada fındıq, günəbaxan və şaftalı torpağa meyvə şəklində əkilirlər. Hansı bitkinin kök şəkil dəyişməsindən bilavasitə əlavə kök inkişaf edər? Cavabımız çuğundur olacaq. Nəyə görə? Çünki çuğundur şəkil dəyişməsi meyvə kökü əmələ gələn zaman gövdənin aşağı hissəsi və əsas kök çuğundur meyvəsinin əmələ gəlməsində iştirak etmişdir. Və ona görə də yuxarı hissədən çıxan köklər əlavə, kökün şəkil dəyişməsi hissəsindən çıxan köklər isə yan olacaq. Və hansı kök şəkil dəyişməsindən bilavasitə əlavə kök inkişaf edər deyirsə, çuğunduru nəzərə alırıq və yuxarı hissəsini nəzərdə tuturuq. Tozlanmada nə biotik, nə abiotik amillər, yəni bizdən öz-özünə tozlanma istəyir. Bu zamanda öz-özünə tozlanmada çovdar küləklə, tozağacı küləklə, söyüd küləklə, günəbaxan həşəratlar, kənaf, noxud, arpanı misal göstərə bilərik. Birləpəli bitkilərdə toxum cücərərkən endospermdə olan ehtiyat qida maddələri rüşeymə vasitəsilə daxil olur. Lap əvvəldə də dedik ki, qalxan şəklində olan ləpə yarpağı vasitəsilə daxil olur.
Cədvələ əsasən X, Y və Z bitkilərinin yollarının verilmiş hissələrindəki boğumların minimum sayının cəmini tapın. Baxın, bayaq dedim ki, maksimum boğum və ya boğum arası istəsə, yarpaq sayını minimum götürüb tapırıq. Əgər bizdən əksinə boğum və ya boğum aralarının minimum sayını istədikdə, yarpaq sayını maksimum götürəcəyik. Növbəli düzülüşdə onsuz da bilirik ki, bir boğuma bir yarpaq birləşir və elə 8 dənə yarpaq varsa, elə 8 dənə də boğum var. Topalı düzülüşdə amma 6 dənə əgər yarpaq sayı varsa, elə mən onu 6 dənə maksimum yarpağa bölərəm ki, bir boğum var. Qarşı-qarşıya düzülüşdə isə hər boğuma 2 dənə yarpaq birləşdiyindən 6 dənə boğum olduğunu götürərəm. Və topladıqda cavabımız 15B variantı. X-imiz əlavə, çünki gövdədə inkişaf etmişdir. Y-imiz yan, çünki belə deyək də kökün üzərindən əmələ gəlmişdir. Z-imiz isə əsasdır, çünki birdən olur və toxumun şeyim kökçüyündən əmələ gəlmiş olur. X, Y, Z əlavə, yan, əsas C variantında verilmişdir. 22. Vegetativ çoxalması soğanaqlı yumrular vasitəsilə bilirik ki, zəfəran və qladiolosdur. Qladiolosun da ikinci adı qarğa soğanıdır. Noxud, darı, qarğıdalı toxumları cücərərkən bərabər miqdarda su udmuşdur. X qram su, X qram su, X qram su. Udduqları su bərabərdir. Toxumların bunların udduqları suyun cəmi 3x-dir. Bərabər 120 qram su sərf olunubsa, X-i buradan tapdıqda 40 edər. Deməli, hər biri 40 qram su udmuşdur. Darı toxumlarının quru kütlələrinin cəmi neçə olmuşdur deyirsə, udduğu suyu 1/4 olarsa, 1/4 40 olan ədədin 160 olduğunu tapırıq. Cavabımız Y variantıdır. 4/40 olduqda 40-ı sürətə, yəni 1-ə bölüb məxrəcə vururuq və cavabı tapırıq. Hansı bitkilərin meyvə yanlığı toxum cücərdiyi zaman açılır? Bayaq da söylədiyim kimi bir toxumla axtarırıq. Bir toxumlara aiddir. Darı, fındıq, ərik, 24B variantı. Ağac gövdəsinin oduncağında olmur. Təbii ki, ağac oduncağında ölü ötürücü toxum olan kislema boruları var. Ona dayaq, möhkəmlik verən mexaniki toxuma hüceyrələri var. Kombinin hesabına yaranan illik halqalara rast gəlinir. Əsas toxuma hüceyrələri bütün boşluqları doldurur. Ona görə əsas toxuma hüceyrələri də var. Ələyə bənzər borular isə qabıq hissəsində rast gəlinmiş olur. Ona görə cavabımız Y variantıdır. Şəkildə verilən toxuma üsulu, daha doğrusu çoxalma üsulu hansı bitkidə müşahidə olunur? Cavab Y variantı bənövşədə. Nektarı olmasa da həşəratla tozlanır. Nektarı olmasa da həşəratla tozlananlar lalə və xaşxaş bitkiləridir ki, bunların nektarı yoxdur, amma böcəklə tozlanırlar. Bitkilərdə kök növlərinin təkamülü hansı ardıcıllıqla baş vermişdir? Silur dövründə planlar yaranmış, planların da kökümsovu olduğundan kökümsov gövdə şəkil dəyişməsidir. Ondan əmələ gələn ilk kök növü əlavə, deməli birinci, onun üzərində inkişaf edən ikinci yan kök, devon dövründə də toxum əmələ gəldikdən sonra əsas kök üçüncü əmələ gəlmişdir. Yəni 3, 1 və 2 cavab C variantıdır. 29-cu sualda bitki alma olaraq verilmişdir və bir dişi cində olan yumurtacıq sayı 4 ədəd verilmiş. Bu bitkidə əmələ gələn maksimum toxum sayı təbii ki, yumurtacıq sayına bərabərdir. Toxumların əmələ gəlməsində iştirak edən spermlərin sayı bir toxuma 2 dənə düşdüyündən 8 dənə olacaq. Onların cəmi 12-yə bərabərdir. Hansı bitkinin çiçəkləri tozlandıqdan sonra açılır? Tozlandıqdan sonra açılanlar darı, arpa, buğda, vələmir kimi bitkilərdir. 31-ci sual. 16 illik cök ağacının 7-ci yaşına uyğun illik halqa harada yerləşir? Təbii ki, mərkəzdə özək yerləşmiş olur, ən ətrafda isə kombiqatı yerləşmiş olur. Və həmin ağacın, cök ağacın 16
16 illik cökə ağacının 7-ci yaşına. Özəkdən 7-ci yaş. Təbii ki, 16-dan 7 çıxanda 9 qalır. 7-ci qat soruşulduğuna görə 9-un üstünə 1 gələrik. Kombidən isə 10-cu qat kimi götürülür. Çünki eyni halqanı həm özəkdən, həm kombi tərəfdən saydıqda verilmiş rəqəmdən 16-dan 7-ni çıxırıq, 9 üstünə 1 gəlmiş oluruq. Kombinin altındakı 8-ci qatda baxırıq ki, xeyr, kombinin altında 10-cu qat olmalı idi. Kombinin altındakı 9-cu qatda yenə də yanlışdır. Burada cavab qabığın altındakı 11-ci qatda olacaq. Niyə kombinin altında 10-cu olanı mən qabığın altında 11-ci qatda götürdüm? Çünki qabığın altında dedikdə burada kombini də bir qat olaraq nəzərə alırıq və həmin qatı 11-ci qat kimi götürüb cavabı D götürürük. 32. Noxud cücərərkən udduğu suyun kütləsi 150. Bilirik ki, özü qədər sudur. Yəni 150 qram öz çəkisidir. Darı 120. Darı 1/4 qədər su udduğuna görə öz çəkisi 480 idi. Qarğıdalı 2/1 qədər udduğuna görə öz çəkisi 200 qrama bərabər idi. Bunların cəmi isə 830 A variantı. Açılmayan quru meyvələrdir. Açılmayan quru meyvələr bir toxumlu meyvələrdir. Hansı ki, toxumca meyvə, fındıqca meyvə, dən meyvə. Bunlar bir toxumludur. Hansı bitkinin bütün nümayəndələrində 3 növ generativ orqana rast gəlinər? Söyüd 2 evlidir. Qovaq 2 evlidir. Yəni bunların erkəyində yalnız bir dənə generativ orqan, o da çiçəyə rast gəlinir. Küşnarda bilirik ki, 2 növ generativ orqan var, toxum var, qoza var. Getdi. Laminariya yosunlara aiddir. Onların nəinki orqanı, heç toxumalarına da rast gəlinmir. Qaldı qarğıdal bir cinsli bir evlidir. Üstündə bütün orqanlara, generativ orqana rast gəlinir. Kələm isə bir evli, 2 cinslidir və toxum, meyvə, çiçək üçünə də rast gəlinir. Cavabımız B variantıdır. Verilənlərə əsasən X, Y, Z və FK-nın cəmini hesablayın. Əgər toxumun quru çəkisi noxudda 10-dursa, cücərərkən udduğu suyun çəkisi də özü qədərdir. Cücərmiş toxumun çəkisi isə ikisinin cəmidir. Əgər qarğıdalın udduğu su 10-dursa, öz çəkisi 2 dəfə artıqdır. Əgər cücərmiş toxum çəkisi 15-dirsə, biz bilirik ki, darının özü X olanda udduğu su 0,25X-ə bərabərdir. Yəni 1,25X bərabərdir 15. Buradan da X-i tapan zaman tapırıq ki, cavabımız 12 edir. Yəni öz çəkisi 12 idi. Bunun quru çəkisi 12 idi. 1/4 isə 3 edir. Udduğu su 3 qram idi. Və bunları toplasaq 20, 10, 20, 50, 65, cavab 35-də A variantı. 36-da metamorfozlarla bağlı uyğunluğu müəyyən edin. Noxudda yarpaq bığcığa çevrilmişdir. Yemişanda gövdə tikana çevrilmişdir. Çuğundurda kök meyvə kökə çevrilmişdir. Bığcıq, tikan, meyvə kök cavab A variantıdır. Hansı bitkinin meyvəsinin əmələ gəlməsinə bilavasitə çiçəyin gövdə mənşəli üzvü də iştirak edir? Yəni yalançı meyvədir. Burada cavab A variantıdır. Uyğunluq hansı bənddə pozulmuşdur? Kislema boruları ötürücü toxumadır. Yarpaq ləti əsas toxumadır. Mantar örtücü toxumadır. Toxum endospermi ehtiyat toplayıcı əsas toxumadır. Çiçək nektarlığı ifrazat toxumasıdır. Toxumun cücərməsi üçün vacib deyildir. Təbii ki, ən mühümü toxumun mütləq canlı rüşeymi olmalıdır. Və onun cücərməsi üçün 3 abiotik amil şərtdir. Hansı ki, temperatur, orada hava, orada rütubət olmalıdır. Toxumu torpağın altına əkdiyimizə görə işıq ehtiyac deyil, vacib deyil. Gövdəsi küləş deyil. Ta addım nə vaxta qədər işıq ehtiyac deyil? Toxum cücərənə qədər. Cücərdikdən sonra fotosintez etməsi üçün işıq vacibdir. Gövdəsi küləş deyil. Şəkər qamışı və qarğıdalı.